Salam, sabahınız xeyir. Naxçıvanda qaldığımız evdən ayrılırıq. Culfa şəhərinə, Gülüstan türbəsinə getməyi planlayırıq. Yolumuz Culfa şəhərinədir. Gedək görək bizi oradan nələr gözləyir. Hal-hazırda Culfa rayonunun ərazisindəyik. Ordubad marşrutunun yolun kənarında düşdük və yolumuz Gülüstan türbəsinədir. Qarşıda Gülüstan kəndi var. Ondan da biraz aralıda Gülüstan türbəsidir. Ağaz çayı sahilində yerləşir. Məqsədimiz türbəni çəkməkdir. Gedək görək nə olur. Gəldik, çatdıq Gülüstan türbəsinə. Gülüstan türbəsi 13-cü əsr Azərbaycan memarlığının ən maraqlı nümunələrindən biridir. İçində kitabəsi olmadığından memarı kim olduğu bilinmir. Türbə bütünlüklə pufdan inşa olunub. İçəri hissələrində kərpicdən istifadə olunub. Bu cür türbələrə əsasən Türkiyənin Anadolu bölgəsində rast gəlinir. Amma Gülüstan türbəsi bu daş türbələrin ən mükəmməlidir. Türbə mürəkkəbliyinə və zənginliyinə görə yalnız Möminə xatunla uyğunlaşdırıla bilər. Burada da bir məsələ var ki, Gülüstan türbəsinin daşdan yonulmuş naxışları Möminə xatun türbəsinin kərpicdən hörülmüş naxışlarından daha zəngindir. Türbənin ümumi hündürlüyü 16 metrdir, amma tapılan zaman 9 metr olub, dağılmış vəziyyətdə daha doğrusu 9 metr olub. Sərdabəsi yerin üzərində olan yeganə türbələrdən biridir. Huzur ince Bir yoldayım, gidiyorum gündüz gece. Bilmiyorum ne haldeyim, gidiyorum gündüz gece, gündüz gece, gündüz gece. Dünyaya geldim anda, yürüdüm aynı zamanda. İki cihan bir anda, gidiyorum gündüz gece, gündüz gece, gündüz gece. Salam əleykum. De yol qırağına qədər. Oldu. Çox sağ olun, minnətdaram. Pakistanın yanından şeylərin oradan qaçacaq. Yaxşı, oldu. Çox sağ olun, var olun. Gəldik Əs-Sabı Kəf mağarasına. Culfa rayonunun əsas dünya şöhrəti 6 abidəsindən biridir. Əs-Sabı Kəf şərqin ən böyük mağaralarından biridir. Azərbaycanın isə ən böyük ziyarətgahlarından biridir. Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yerləşir. Əs-Sabı Kəf adına Qurani Kərimin Əl-Kəf surəsinin 17-ci ayəsində rast gəlinir. Rəvayətə görə Allaha sığınmış bir qrup gənc bir itlə bərabər mağarada məskunlaşmış və onlar burada 300 il yuxuya dalmışlar. Yuxudan ayrıldıqdan sonra özlərini başqa dünyada hiss elədikləri üçün təzədən yuxuya dalmağını Allahdan xahiş etmişlər. Dünyanın bir çox yerlərində Əs-Sabı Kəf mağaraları var, amma Quranda adı çəkilən mağaraya ən çox uyğun gələn mağara məhz Culfadakı Əs-Sabı Kəf mağarası olduğu bildirilir. Onun da nə üçün bura uyğun gəldiyini yuxarıda mağarada sizə izah edəcəm. Gördüyünüz
Bu mağara Quranda Əl-Kəhf surəsində adı keçən həmin mağaradır. Nə üçün dünyadakı digər mağaralardan daha çox Culfadakı Əshab-ı Kəhfə uyğun gəldiyi bildirilir. Onu sizə izah edeyim. Mağaranın sağ tərəfi bizim sol tərəfimizdir. Sol tərəfi isə bizim sağ tərəfimizdir. Qurani-Kərimin Əl-Kəhf surəsində göstərilir ki, mağaranın sağ tərəfində günəş doğur, sol tərəfinə keçənə qədər həmin insanların 7 gənc və bir itin üzərinə günəş şüası dəymədən 300 il onlar yuxuya dalmışlar. Həqiqətən də elədir. Mağaranın sağ tərəfində günəş doğur və dağın arxasına keçərək sol tərəfinə doğru istiqamətlənir. Və onların üzərinə heç bir halda günəş şüası düşmür. Ona görə də məhz bu Əshab-ı Kəhfin Quranda adı keçən bir əhvalatla daha uyğun gəldiyi bilinir. Hal-hazırda da günəş var. Günəş mağara tərəfdədir. Düz üstümüzdə də amma ora günəş şüası düşmür. Əshab-ı Kəhfə yuxarı qalxdıqca belə bir üst-üstə qoyulmuş daşlara rast gələsiz. Bunun da mənası deyilənə görə odur ki, insanlar burada arzu tutaraq daşları üst-üstə qoyur. Növbəti il gəlib o daşları üst-üstə görəndə demək ki, onların arzuları yerinə yetmiş olur. Bu da təbii ki, bir inancdır. İlin hansı fəslində olur olsun, bura zəvvarlarla doludur. Digər bir rəvayətə görə isə bu daşın başına 3 dəfə fırlananda arzuların, niyyətlərin həyata keçir, amma görək ki, buradan sığa biləcək. Biri məncə kifayət eləyir. Bu hissə məscid hissəsidir. Bura məscid hissəsidir. Sol tərəfdə qadınlar, sağ tərəfdə kişilər namaz qılmaq üçündür. Qayaların möhtəşəmliyinə baxın. Çox gözəldir. Belə bir insan əli ilə kəsilir. Görürsünüz, həmin dilək daşlarından burada da var. İnsanlar bura qədər çıxır. İnanclara əsasən öz kəlağayını deyim, öz başörtüyünü deyim, hər hansısa bir dilək tutub, arzu eləyib burada bağlayırlar. Burada mağaranın ən hündür hissəsidir, ən yuxarı hissəsidir. Buradan artıq yol yoxdur. Bu da belə. Düşdük aşağı Əshab-ı Kəhfdən. Burada çayxana deyilən bir yer var. Çayxana deyəndə əsasən insanlar oturur, qurban kəsir, çay içir, dincəlir bu hissədə. Burada çay sifariş elədik. Maraqlı bir hal da odur ki, çaya sizdən pul istəmirlər. Özünüz nə istəyirsinizsə ödəyə bilərsiniz, ödəməyə də bilərsiniz, çox da ödəyə bilərsiniz, az da ödəyə bilərsiniz. Kimsə sizə buna görə bir söz demir. Biz də çayımızı içib yolumuza davam edirik. Vaxtımız çoxdur. Bir planım da odur ki, gedək buradan Kəngərliyə, Qarabağlar türbəsinə. Yəqin ki, yol maşınları olar, həmin maşınlarla hərəkət edərik. Qarabağlar türbəsinə getmədik, çünki saat 5-də bağlanır. Türbədən normal görüntülər görməyəcəksiniz. Biz tutduq Tuzdaq fizioterapiya mərkəzinə. Bura çox möhtəşəmdir. Tuzdaq həm qədim duz yatağı, həm də tənəffüs yolları xəstəlikləri müalicəsi üçün nəzərdə tutulmuş dünyaca məşhur fizioterapiya mərkəzidir. Allahın demək olar ki, bir möcüzəsidir. Muxtar Respublikamız
Şəhər mərkəzindən Kəngərliyə bu hissəyə 10-12 kilometr məsafə var. Taksilərlə rahat gələ bilərsiniz. Dəniz səviyyəsindən 1173 metr hündürlükdədir. İl boyu burada temperatur 18-21 dərəcə olduğu kimi qalır, dəyişmir. Dünyanın hər yerindən bura turistlər gəlir. Həm müalicə üçün gəlinir, həm turistlər gəlir. Unikal bir yerdir. Hər tərəf duz qayalarıdır. Gördüyünüz yer, divar, hər tərəf duzdur. Gördüyünüz o yuxarı hissədə otaqlar var xəstələrin qalması üçün. Burada təxminən 100-dən çox xəstə müalicə olunur. Hər gün 8 saat burada qalmalıdır xəstələr. Təxminən 12-18 gün müalicə dövrü davam edir. Dünya əhəmiyyətli fizioterapiya mərkəzidir. Asma xəstəlikləri, bronxların müalicəsi üçün nəzərdə tutulmuş bir yerdir. Hər tərəfdən duzdan ibarət bir kompleksdir. Bu da Naxçıvan Duzdağ. İçərisində restoran da var. Oturub çay içə bilərsiniz, dincələ bilərsiniz. Kitabxana var. Gələn zaman kitab oxuya bilərsiniz. Müəyyən vaxtınızı itirdə bilərsiniz və bu yodlu duzu da öz bronxlarınıza çəkə bilərsiniz. Möhtəşəm. Naxçıvan ölkədən kənarda qalsa da, Allah təala Naxçıvana hər şey qismət edib. Duzdağdan çıxdım, gedirəm şəhərə tərəf. Kompleksin qabağında maşın yox idi deyənə. Piyada getməli oluruq. Təxminən 12 kilometr bir məsafədir. Maşın varsa gedərik. Deyəsən arxadan elə maşın gəlir. Duzdağdan biraz aralanmışdıq ki, oranın həkimi bizi yolda götürdü. Gəldik, düşdük avtovağzalda. İndi də gedirik hadisi içərə yiyib. Bax, belə dincələr ki, sabah başqa bir səfərlərə hazırlaşaq. Naxçıvan insanları möhtəşəm. Gəlin, gəzin Naxçıvanı.